Laqodexi Bələdiyyəsinin Qabal kəndində silahlı insident baş verib. Qorxunc hadisə kənd bazarının ərazisində qeydə alınıb. Odlu silahla qətlə yetirilən şəxs həmin ərazidə fəaliyyət göstərən ət mağazasının sahibi Fəzahir Əmrahov olub. Naməlum şəxslər avtomobillə yaxınlaşaraq ona bir neçə dəfə atəş açıb və hadisə yerindən qaçaraq izini itirib. Qanlı olayın görüntüləri ətraf ərazidə qurlaşdırılmış təhlükəsizlik kameralarında əks olunub. Öldürüldüyünü bilirik, amma səbəbini bilmirik. Heç kimlə işi yox idi. Heç kim başa düşə bilmir niyə öldürüldü. Əslində heç kimlə problemi olmayıb. Çox sakit, öz dünyasında bir insan idi. Bu hadisənin necə baş verdiyini biz də anlaya bilmirik. Sadəcə atəş səsini eşitdik, amma heç nə görmədik. Nə baş verdiyini dəqiq bilmədik. Sadəcə silah səsi gəldi. Yaralı dərhal xəstəxanaya çatdırılsa da həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Hadisənin baş verməsindən dərhal sonra əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisənin bu mərhələdə təfərrüatları məlum deyil, nə də Daxili İşlər Nazirliyi öz açıqlamasında detallar barədə məlumat verməyib, lakin 2 nəfərin saxlanıldığını bildirib. İddialara görə Fəzahir Əmrahov uzun müddətdir ki, hədələnirmiş və ondan hərc tələb olunurmuş. Rəsmi açıqlamada qeyd olunur ki, polis 1998-ci il təvəllüdlü və 1994-cü il təvəllüdlü şəxsləri qəsdən adam öldürməkdə şübhəli bilərək saxlayıb. Daxili İşlər Nazirliyi İstintaqın Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi, yəni qəsdən adam öldürmə faktı üzrə davam etdiyini bildirib.